Testosteron, kişinin gücü, enerjisi, əzələsi, motivasiyası və cinsi sağlamlığı üçün həyati əhəmiyyət daşıyan bir hormondur. Ancaq bir çox insan bunun bədənində niyə azaldığını və necə təbii yollarla artırıla biləcəyini tam anlamır. Bugünkü videoda testosteronun təbii şəkildə artmasında ən vacib rolu oynayan sadə, amma çox zaman unudulan bir faktordan danışacağıq. Günəş. İlk öncə bir sual. Sən sonuncu dəfə nə vaxt günəşə çıxmısan? Bəlkə də cavabını bilmirəm və ya çoxdan olacaq. Bu isə testosteron səviyyənin düşməsinin səbəblərindən biri ola bilər. Günəş işığı dərimizdə D vitamininin sintez olunmasını təmin edir. D vitamini isə birbaşa olaraq testosteron səviyyəsinə təsir göstərən əsas maddələrdən biridir. Əslində D vitamini bədəndə həm vitamin, həm də hormon funksiyasını yerinə yetirir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı olan kişilərdə testosteron səviyyəsi də aşağı olur. Və bu çox yayılmış bir problemdir. Xüsusilə də gün boyu evdə, ofisdə və ya ekran qarşısında vaxt keçirən insanlarda bir çox tədqiqat sübut edir ki, hər gün 15-30 dəqiqə günəş işığına çıxmaq, xüsusilə də səhərlər, testosteron səviyyəsinin təbii şəkildə yüksəlməsinə kömək edir. Bu, həm əhvalını yaxşılaşdırır, həm də enerji səviyyəni artırır. Səhər günəşi həm melatonin hormonu ilə balans yaradır, həm də bioritmlərimizi düzəldir ki, bu da testosteron ifrazını artırır. Bəs günəşə çıxmaq mümkün deyilsə? Bu zaman D vitamini əlavələri istifadə oluna bilər, amma yenə də ən effektiv üsul günəş işığını birbaşa dəridən almaqdır. Çünki təbii günəş işığı təkcə D vitamini ilə kifayətlənmir, o həm də psixoloji olaraq insanı rahatladır, stressi azaldır. Bu da testosteron üçün əhəmiyyətlidir. Çünki stres hormonu olan kortizol yüksək olanda testosteron avtomatik aşağı düşür. Nə etməliyik? Hər gün ən azı 15 dəqiqə günəşə çıx. İmkan varsa sinə və qollar açıq olsun. Mümkünsə günün əvvəlində, yəni səhər tezdən günəş işığını qəbul et. Bu, bədən saatını da tənzimləyir. Əgər günəş az olan bir bölgədə yaşayırsansa, D vitamini analiz etdir və lazım gəlsə həkim məsləhəti ilə əlavələr qəbul et. Unutma, heç bir əlavə, heç bir dərman və ya süni metod günəşin verdiyi təbii faydanı tam əvəz edə bilməz. Bədənimiz günəş üçün yaradılıb, testosteronun sağlam səviyyədə olması üçün isə bu təbiilik vacibdir. Nəticə olaraq, testosteron artırmaq üçün idman, qidalanma, yuxu kimi vacib faktorlardan danışırıq, amma çox vaxt unuduruq ki, ən təməl və pulsuz bir metod, günəş bizim üçün əvəz olunmazdır.